Hörmətli izləyicilərimiz, mən kanal üzvlərimizdən biri, şagirdlərimizdən biri bu sualın izahını istəmişdi. İstədim ki, sualın izahını verim. Bu asan sualdır. Hər bir halda izahını verirəm. Feili birləşmədir. Feili birləşmə necə olur uşaqlar? Əsas tərəfi, yəni ikinci tərəfi. İkinci tərəf əsasdır, bildiyimiz kimi. Əsas tərəfi nə ilə ifadə olunur? Məsdər, feili sifət və feili bağlama ilə ifadə olunur. Bizə əsas tərəfi, yəni ikinci tərəfi, feili sifət, feili bağlama və yaxud məsdər olan söz birləşməsi lazımdır. İndi biz baxsaq, yer bəndində uşaq isimdir, demək ismi birləşmədir. Sevgisi isimdir, ismi birləşmədir. Eksponat isimdir, ismi birləşmədir. Kömək isimdir, ismi birləşmədir. Amma yanaşmaq nədir? Məsdərdir. Və əvvəlki sözə baxırıq. Yəni bu əgər frazeoloji birləşmədirsə, onda biz bunu feili birləşmə götürə bilmərik. Yalnız frazeoloji birləşmədirsə, sadəcə bir feil kimi götürürük. Çünki dünən belə bir sual 11-ci sinif buraxılışına da düşmüşdü. Orada biraz diqqətli oluruq. Amma görürük ki, iki ayrı müstəqil sözdən ibarətdir. Dostcasına yanaşmaq. Deməli, bu nə oldu? Feili birləşmə. Cavab oldu A bəndi.